Salam əziz və hörmətli türkdaşlarım, yoldaşlarım, dildaşlarım, vətəndaşlarım, qandaşlarım, millətdaşlarım. Mən 2-3 gün eləyə bilmədim bu dərsi, kitabı oxuyam. Bəlkə dostlara da beləliklə bir mane olmuşam. Amma bildiyiniz kimi Türkçülüyün əsasları adlı kitabı oxuram. Yazmış 100 il bundan qabaq yazarımız və teorisyenimiz Ziya Gökalp yazıbdı bu kitabı. Və indi yetişdik 30-ci səhifəyə. Və 30-ci səhifəni mən bu günləri başlayıram oxumağa. Umaram ki, sürətlə oxuyayım. Çünki mənim öz anam cilahi elədi ki, bir saat çox uzundur, insanlar yorular. Amma bilirsiniz, bu kitab 113 səhifədir. Deyəlim 100 səhifə. 100 səhifəni gün 2 yerə bölsək, təqribən elə 200 cələsə, yəni 9 ay, 10 ay fürsət aparar və biz də kitabı biraz sürətlə oxumalıyıq, biraz nə deyərlər, vaxt qoymalıyıq. Hər halda kitab oxuyan adamlar 1 saat, 2 saat, 3 saat gündə vaxtlarını qoymalıdırlar. Bunun əsasına elə mən gündə imkanım olduğu zaman gündə 1 saat oxuyacağam ki, bu kitabı qutaran bir ayrı kitaba düşəm. Bunun ki, mən istəmirəm ömrümü bir kitab üstündə qoyam ki, istəyirəm müxtəlif fikirləri və düşüncələri öyrənəm. 30-ci səhifənin başından başlayırıq əslində. Deyir ki, Türk xalqının kullandığı Türk ölçüsü yönətəm ilə yapılmırdı. Əgər dostlar ki, qulaq asıblar, xatiri şərifizdə olsa, geçən dəfə dərs bu səhifənin sonlarında danışdıq ki, Osmanlı dövrəsində sonlarında 2 dil var idi. Çiyin gedirdi camiədə. Bir dil rəsmi yazmaq dili, yazmaq və rəsmi dil ki, Osmanlıca idi ki, Osmanlı özü bir qarma-qarışıq bir dil idi və ibarət idi Türkcədən, Farscadan, Ərəbcədən və hətta o birisi dillərdən də gəlmiş var idi. Və ikinci dil xalqın dili idi ki, təqribən qeyri-rəsmi olaraq amma konuşulmaq zorundaydı. Yəni xalq o dili ilə konuşurdu, o dili ilə danışırdı və beləliklə orada bir türk dili var idi. Sonra indi onu dedi ki, bu müxtəlif zaviyələrdən bunları bəhs edirdi. Dedi, birinci dəlil ki, var idi, nə idi? İcazə buyurun, o birinci dəlili özümdə yadıma salım. Çünki ikinci dəlili görürəm, amma birinci dəlil... Aha, sonra gəldik, dedik ki, məzərət istəyirəm, Osmanlının sonra bunlar qarışıqdan... Bəli. Yox. Şeyə danışırdıq, məzərət istəyirəm, mədəniyyət ilə milli kültürün fərqlərini danışırdıq. Birincisi o oldu ki, hər ikisi bu 8 moridi öz içinə alır. Burada müştərəkdirlər. Fərqlər nədən oldu? Demək ki, ikincisi, icazə buyurun, yalnız xalq arasında konuşmaqda zorunda qalmış kimi idi. Gene də burada dilə qeydirik. Mən istirdim ki, bundan çıxam o isə. Gedək hər halda bugün üçün görək ki, nəyə yapışdıracaqdır. Türk xalqının kullandığı Türk ölçüsü yönətəm ilə yapılmırdı. Deyir ki, əslində belə dedi. Dedi ki, o Osmanlıca, Türk demir ona, amma bir dil deyir. Rəsmi idari dil deyir. Deyir ki, o Türk xalqının kullanmaq ya qullanmaq istifadə eləməkdir. Kul ya qul, bilirsiniz, farslar da kul deyirlər, ya qul deyirlər əslində, qul. Qul sözündən gəlir, nəzərimə gələn qul sözündəndir. Qul yəni xadim, xidmətkar. Qulluğuzdayam, yəni xidmətizdəyəm, yəni sizə mən xidmətkaram, xidmət eləyənəm. Bu, kullanmaq da belədir, yəni o dili xidmətinə alır. Cəlibdir, bu qədim kəlifə qeydidir. Çünki onda deyirlər, dil bir vəsilədir danışmaq üçün və
bizim istəyimizi, düşüncəmizi bir ayrısına yetirmək üçün. Bu zaviyədən dil xadim idi insana və dilin də əhəmiyyəti yox idi. Siz kafidir deyəsiniz ki, mən hangi dilindən danışsam adamam və fikrimi və düşüncəmi daşıram bir ayrı adama. Amma indi tərif o deyil. Tərif bundandır ki, mənim düşüncələrim və mənim kimliyim və mən hər şey ki varam, hər nə cür düşünürəm, hamısı dilə bağlıdır. Yəni, bu dildir ki, mənim fikrimi düzəldir. Fikir deyil ki, mənim dilimi düzəldə, mən o fikri hangi dil ilə olsa deyə biləm. Yox, bu tür deyil. Biz dil iləndir ki, fikri yaradırıq. Yəni, əgər desək bir Allah var, hər şeyi yaradır, əcəba dildir ki, fikri yaradır, ya fikirdir ki, dili yaradır? Bu bir soru. Mənim şəxsi nəzərimə və qənaətimə budur ki, bu dildir ki, fikri və düşüncəni yaradır və insaniyyətə məna verir. Bu mənim düşüncəmdir. Bir çox düşünürlər də Amerikada, Avropada belə düşünürlər. Hər halda bu istədiyim işarə edeyim, kullanmaq qul sözündəndir və burada dili qul bilir insanın fikri və insanın xidmətində, ya camiənin xidmətində, toplumun xidmətində. O halda ki, mənim dediyimə əsasən dil qul deyil, dil ağadır. İnsan onun quludur və fikri də onun quludur. Çünki fikir onun yaratdığıdır. Fikri və insanın şəxsiyyətin o dili yaradır. Hər halda deyir, yönətəm, yəni müdiriyyət. Yönətəm ilə yapılmırdı. Türk xalqının kullandığı dil yönətəm ilə, yəni müdiriyyətlə. Osmanlıda, necə farslarda da bu cürdür. Farslarda bir, indi nəmənəyə زبان فرهنگستان زبان və ədəbi farsi, Sədi, nə bilim, Hafiz, nə bilim, Firdevsi, bunlar çoxlu mərkəzlər var ki, bu dili yönetirlər, yəni müdiriyyət edirlər. Millət də bir ayrı cür danışır. Bu da o farsın ikidillığını göstərir. Amma indi İrandakı dil eyni Osmanlı zamanında Osmanlıca və Türkçənin halıdır. İrandakı Türk dilinin durumu. Nə cürdür? İndi Azərbaycandakı və İrandakı hər yerdə olur, türklər olsun. Türkün dili yönətəmlə, yəni müdiriyyətlə yapılmır. Yəni bunu hazırlamırlar, məsnəvi şəkildə düzəltmirlər. Xalq ozanları ölçü olduğunu bilmədən qayət lirik şeirlər yazırdılar. Xalq ozanları, xalq aşıqları məsələn bizim dilimizdə ozan o adamlara deyirlər ki, qədim çox işlənirmiş, indi o qədər işlənmir. Aşıqlar ki, millətin səsiymişlər. Diqqət buyurun, bir zamanlar deyirlər, mollalar millətin səsidir. Bu yalan gördük ki, şəriətidən başlandı mütəəssifanə. Şəriəti bu fikrə qapağa gətirdi və hətta şəriəti bu haqda o qədər ifrat elədi ki, tarixi dandı. O halda ki, bilir, mollalar tarixdə xəyanətdən sonra, din mollaları hər yerdə, xəyanətdən sonra bir iş görməyiblər. Çünki onların çörəkləri bağlıdır xalqa. Bu xalqı və hökumətə. Bu xalqı, o hökumət nə cür istəsə, mollalar o cür yönətərlər. Yəni, mollaların nəzərində, bilirsiniz bunu, insanlar heyvandılar, rəmədilər, sürüdülər. Onları kim çobanlıq edəcək? Molla və hakimiyyət. Pəs bunlara noxta vuran, noxtanı tutan kimdir? Molladır. Biz bilirik ki, böyük cəngiləri ki, türklər uduzublar, mollaların böyük yerləri olubdur bu uduzmaqda. Bunu şahid olmuşuq, görmüşük və görmüşük o cümlədən o iki qərardat ki, biz 26 il savaşdan sonra türklər uduzublar ruslara. Onların hər ikisində də mollaların böyük rolu olub uduzmamızda. Yəni, əgər mollalar olmasaydı, biz o savaşı başlamazdıq. Çünki bizim imperatorlarımız, savaşçılarımız, kumandanlarımız
rəhbərlərimiz bilirdilər ki, Rus milləti əvvələn çox böyük millətdir. Yəni bizim o zaman deyək ki, 5 milyon cəmiyyətimiz var idi, ya 3 milyon cəmiyyətimiz var idi. Onların məsələn 30 milyon, 40 milyon, 50 milyon. Bu iki dana güc bir-biri ilə savaşa bilməz. Çünki hər nəfərin qabağında 10 dana Rus var idi. Ondan sonra Ruslar teknoloji gücdən, sərvət və ekonomi gücündən dünyada böyük bir əbər-qüdrət idi. Biz isə bir çodarlıq, qoyun saxlamaq, mal saxlamaq dövrəsində idik. O qədər ekonomi gücümüz yox idi və silah və modern təchizatımız da yox idi. Mollalar bizi burada utuzdurlar, siyasətmədarların və ordu komandanlarının, ordu başçılarının istəyinin və iradəsinin və vaqei görüşünün tərsinə. Oradan şəriəti, Əli şəriəti oradan gedir qabağa, deyir ki, tarixdə heç bir nəncin qərardad yoxdur ki, onun altın molla imzalamış olsun. Demir ki, fürsət düşüb əlinə imzalamayıbdı, ya fürsət düşməyibdi. Amma bunu da demir ki, mollaların rolu o nəncin qərardadların millətlərə təhmil olmasında nə qədərdir, onu da demir. Şəriəti çox böyük bir, burada zülm edir millətlərin agahlıqına. Xalq ozanları, yəni aşıqlar, ozan, istəyirəm bunu deyəm, ozanlar qədim zaman mollaların işini görürdülər, amma sazına. Və bir cürə ruh baxımından, mənəviyyat baxımından da xalqın nəzərində bunlar bir ayrı qüvvələrə bağlı idilər. İlham olurdu bunlara. Və bunlar canlarından keçərdilər, amma millətin istəklərini dilə gətirərdilər. Ozan bunlar idilər. İndi bəzən görürsünüz ki, bizim Küçəcəbazada aşıqlarımız, ya bəzi aşıqlar var, bəzi xanəndələr var. Bunlara mütrüf deyilir çox vaxt. Çünki mütrüf, bunların bir çoxu mütrüfdür. Bizim Azərbaycanda aşıq var, ozan var. Və bunlar bizim milli kültürümüzü qoruyanlar, dilimizi qoruyanlar və millətimizin sözünü danışanlardır. Necə ki, şairlərimizin də içində bunlar var. Amma mütəəssifanə bir çox şairlərimiz və bir çox aşıqlar və mütürflər, yəni küçəbaza oxurları ki, fəqət pul üçün oxurlar. Yəni dərdləri budur ki, mən bu gecə gedim bir yerdən bir pul qazanım. Dərdləri millət dərdi deyil. Bunlar ozan deyirlər. Bunlar elə o ərəbcədə düz işlədir və mütrüfdülər. Xalq ozanları ölçü olduğunu bilmədən deyir ki, bunlar heç bilmirlər, əruz nədir, qafiyə nədir, bu cür bir şeydir. Bu bir dənə elmidir, ədəbiyyat elmlərindən, dil elmlərinə bağlı elmlərdən biri də bu şeir yazmaq elmi, ya hətta nəsr yazmaq elmidir. Bunu bilmədən, ölçülərin, qanun qaidələrin bilmədən, Qayət ərəbcə sözdür, yəni ən yuxarı. Qayət ən yuxarı lirik şeirlər. Sadəcə rahat şeirlər, dilə gələn şeirlər yazırlar. Mən lirikin mənasını doğrusunu desəm heç bilmirəm. Amma icazə buyurun bir baxım görüm ki, əvvələn bu lüğətnaməsində sonunda yazıbdır. Çünki bunun dediyim kimi sonunda bir lüğətnaməsi var. Lirik sözünə burada bir baxalım. Mən burada l sözü görmürəm. L sözü heç burada yazmayıbdır ki, bir söz olsun ki, onun l olsun ki, biz deyək burada l hərfinə görə bir şey yazır. Lirik, mənim internetim hər ikisində açıqdır. Baxaram, indi oradan görürük ki, 30-cu səhifəyə gələk əvvəl. Tamam. Tamam, bu 30-cu səhifə. Mən lirikin lyric meaning Here's the definition of lyric, of poetry, expressing the writer's emotions, usually briefly and in stanzas or recognized forms. Tamam, bu İngiliscədə lirik, İngiliscə bir sözdür, ya Latincə bir sözdür, bu dillərə giribdir. Yəni, şair öz ehsasların çox xülasə olaraq izah edir.
Bu onun mənasıdır ki, mən də fikirlərim o cür bir şeyə işarə elədim, amma sadə, səmimi bir duyğularım deyir. Tamam. Deyir o ölçüləri bilmədən qayət lirik, yəni sadə, səmimi və xülasə şeirlər yazırdılar. Təbii bu ilham ilə yaradıcılıqla düzəlirdi. Deyir ki, bu şeirlər ki yazırdılar, bu ozanlar, bunlar ilham ilə, mən də buna bir işarə elədim, əskidən bilirdi, ilham ilə. İlham nədir? Vəhy deyil. Vəhy bir şeydir, ilham bir şeydir. İlham, mesela görürüz ki, insanın birdən-birə zehninə bir fikir gəlir. Bu ilhamdır. Yəni, bilmirik niyə gəldi, amma gəldi. Məsələn, birdən-birə siz hiss edirsiniz ki, bu anlamda, bu bir şeirin əvvəli gəldi, qalanında yazmalıyam. Buna ilham deyir. Yaradıcılıqla düzəlirdi. Deyir, ilham da yaradıcılıqla, yəni insanların bir qüvvəsi var, o da yaradıcılıq, şeir demək. Onunla düzəlirdi. Yəni, o dilin şeiri, qafiyəsi, lirik, o dil düzəlirdi. Özəl bir yönətəmlə və təqlidlə yapılmırdı. Amma özəl, yəni xüsusi, müşəxxəs bir yönətəmlə, müdiriyyətlə və təqlidlə, yəni təqlid də eləmirdilər millət, diqqət buyurun. Bizim mütəəssifanə, indi bunu mən yapılmırdı, yəni düzəlmirdi dilimiz. Bu təqlid çox önəmli bir şeydir. Mütəəssifanə, bu sorular deyəcək, amma mən indi də deyim. Deyir ki, bizim türk şairlərimizə diqqət eləyin, əruz və qafiyələrin bəndində qalıblar. Nohətlər, ya nohə yazanlar, ya şairlər, şeir desinlər. Bunu hardan almışıq? Biz bunu qəzəl deyəndə hafizə gedirik. Yəni, hafiz səbkinə istirik gedək. Yəni, irfanı biz hafiz kimi düşünürük. Zülfiyaro, nə bilim, xaliyar, bunları olub bizə o sembollar ki, Farsın şairi işlədib də ədəbiyyatın insaf, tavsif eləsin. Eyni şey bizə də giribdir və biz də bu cür düşünürük. Yəni, biz təqlid edirik farslardan. Bizim mütəəssifanə ədəbiyyatımız, türkçə ədəbiyyatımız belə fars anlamını daşır. Fars fəlsəfəsini daşır, fars irfanını daşır, fars ideolojisini daşır. Çünki dedik, dil fikrə və ideolojiyə anlam verəndir. İdeoloji və fikr şeirə ya dilə anlam verən deyil. Bunu istədim işarə eləyəm, sonra özü bunu çox calib tozih verəcəkdir. O halda bir ölçüdə türk kültürünün içində idi Osmanlı ölçüsünə gəlincə. Deyir, bəs o halda ki, yəni dilimiz belə idi, bir ölçü də türk kültürünün içində idi. Türk kültürünün, dilinin əgər bir ölçüsü var idi ki, ozanlar bilmirdilər onu, amma onun əsasında gedirdilər qabağa. Yəni, unconscious, bilmədən o qanunları işlədirdilər. Necə uşaq örgəşmir ki, feil harda gələr, fail harda gələr, sifət harda gələr, bunları örgəşmir. O dili unconscious, yəni bilmədən işlədir, örgəşir, qanunların, qaydələrin örgəşir. Bu onu işarə edir ki, beləsidir. Deyir, bir ölçüdə türk kültürünün, dilin, dedi, kültürünün də nə var idi? İçində idi. Bir ölçüdə türk kültürünün ya türk milli kültürünün içində də ölçü var idi. Osmanlı ölçüsünə gəlincə, Osmanlıca danışan dilin qanun qaidələrini, yəni indi bu günləri biz Azəricə danışırıq çox, çünki Farsı çox işlədirik, Ərəbi çox işlədirik, olur Fazəri, Ərəbi, Fazəri, nə bilim, belə bir şey. Yaxçı, bu dilin ölçüsü var, amma eyni Osmanlı kimidir. Diqqət buyurun, görün Osmanlıya nə deyir. Çünki Osmanlı dili də Fars dilindən, Türk dilindən və Ərəb dilindən ibarətdir, yəni əksəriyyət bunlardandır. İndi, görək ki, Osmanlıda, bizimki də bu günləri o cürdür. Yəni, Güney Azərbaycanda danışdığımız dil və Şimali Azərbaycanda danışdığımız dil, Şimalda danışılır Farsca, Türkcə və Rusca, şayət də Rusca, Farsca və Türkcə, yəni Türkcə sonra gəlir. Güney Azərbaycanda və İranda türklər danışılan türkünün dili ibarətdir Ərəbcə, Farsca və Türkcə ən az
səviyyədə. İndi görək ki, bu nə deyir? Osmanlı ölçüsünə gəlincə, Osmanlı dilinin və kültürünün ölçülərinə gəlincə, qanun qaidələrinə ölçü, qanun qaidə. Bu əcəm şairlərindən alınmışdır. Əcəm, bilirsiniz, ərəblər özlərindən qeyri insanlara əcəm deyirdilər. Özləri ərəbdilər, o birisilər əcəmdilər. Əcəmin əlbəttə bir ayrı mənası da vardı. Fikirəm ki, mən diqqət eləməmişəm indi, amma eləyə bilirəm ki, bunu axtaram, görəm əcəmin mənası nədir. Bir ləhzə mən bu əcəmin də Google eləyək, görək ki, mən bunu ərəbcə də yaza bilirəm ki, ma məna əcəm, ma məna əl-əcəm fil lüğətil arabiyyə. الأجم اسم جنس خلاف العرب الواحد منهم أجمي في جزيرة العرب يطلق على الفرس خصوصا الأجمي في العراق المجاورة للإيران تطلق على من يتحدث بالعربية بطلاقة لكن أصول الفارسية. Her kəs ki deyir ki, ərəb əcəm sözü ərəb sözünün xilafıdır. Yəni bir ərəb var, bir əcəm var. O, əgər bir nəfərə deyilirsə, deyirlər əcəmidir filan. Türk dilində, Türkiyədə bu kəlmə çox işlənir. Əcəmi, yəni naşı. Əcəm sözü Türkiyədə deyir ki, filan kəs əcəmicə çalışıyor, yəni naşıdır. Deyir ki, Cəzirətül Ərəbdə yətluq ələl furus, farslara deyilir. Ərəblərin tərəfində. Əl-əcəmu fil-İraqil mücavirətəli İran deyir ki, əcəm o adamlardır ki, İraqın yanında olan İran adlı bir yerdədirlər. Tətluqə ələ mən yetəhəddəs bil-ərabiyyə bi təlaqəti lakin usuluhu farsiyyə. Deyir ki, hətta o adamlara deyir ki, ərəbi danışırlar, amma ərəb danışdığı dilin qaidələri usulun farsiyyə, farsıdır, usuldur. Pəs, bu da ərəblər də görürsünüz, buna çox agahmışlar bu qəziyyə. Mütəəssifənə belə görünüşü bizdə bu agahlıq yoxdur hala. Pəs bu əcəm şairlərindən alınmış. Bu Osmanlı dilinin qanun qaidələri əcəm şairlərindən, yəni fars şairlərindən alınmışdı. Bu ölçüdə şeir yazanlar təqlidlə və bəlli bir biçimdə yazırdılar. Deyir ki, Osmanlı dilində şeir yazanlar, ya İrandan alan, əcəmdən alan şeir yazanlar bu ölçüdə şeir yazanlar təqlidlə. Deyir, bunlar o fars əcəm şeirinə yazanlar təqlidlə yazardılar o şeirləri. Yəni onun ahəngi nə cürdür? Rimdam daram, ramdam daramdam. Eyni o rimdam daram, daramdam daramı türkcə ya ayrı Osmanlıca məsələn deyir ki, yazardılar. Və bəlli bir biçimdə yazardılar. Deyir, bəlli, yəni onlar ondan çıxsalar da qiyamət olar, bu şeir deyil. Görürsünüz, nə gözəl deyir. Bir ölçüdə Türk kültürünün, bu ölçüdə şeir yazanlar təqlidlə və bəlli bir biçimdə yazardılar. Əvvələn təqlid elədilər. Təqlid nə deməkdir? Yəni bir nəfər çox böyükdür, biz onun kölgəsindən çıxamırıq. Yəni biz yoxuq əslində. Odur. Onun iradəsi istəyidir ki, bizə vacibul itaətdir. Bu şeirdə mütəəssifانə ədəbiyyatda deyir ki, Osmanlıca farsdan alıbdır və beləsi olubdur. Bu səbəblə də ki, uruz ölçüsü deyilən bu ölçü xalq arasına girəməmişdi. Deyir ki, Osmanlı dövründə o uruz ölçüsü, uruz dediyim kimi şeir dilinin qanun qaidələridir. Çoxlu qanun qaidəsi var. Özü bir elm kimi irayə olunubdur bəşəriyyətə İran tərəfindən. Ki, fəqət İranlılar bu işi görürlər, bir də bəzi türklər. Ki, o fars dilinin altında qalmışlar və onun təqlidində geçsinlər. Məsələn, mənim bir əmoğlum var, çox gözəl şeir yazar, gözəl şairdir. Amma əvvələn çoxun fars yazar, ikinci məhfumlar farsdır. Yəni, türklə yazsa farsıdır bu əslində. Necə ki, bizim bəzi dostlarımız deyirdi ki, Azərbaycanda Fərhəng və Ədəbistan türkü də yazdı şey olsa,
Fərhəngistani zəban və ədəbi türkü də olsa belə, ya türk dilinin Fərhəngistanı da olsa belə, bunun içliyi, mühtəvası fars olmamalıdır. O söz burada da sadiqdir. Hər halda, bu səbəblədir ki, Uruz ölçüsü, Uruz elmin adıdır, ölçüsü, qanun qaidələri deyilən bu ölçü, Uruz qanun qaidəsi ki, ölçü deyilir, xalq arasına girəməmişdi, eləyə bilməmişdi xalqın arasına girsin. Yəni, məsələn, xalq arasında bəzi zamanlar bir şeyləri deyirlər, şeir kimi oxurlar. Məsələn, Allah göstərməsin, yaslarda analar uşaqlarına, ya əzizlərinə, bacılar, qardaşlar, famillər hər halda, əqrəba, qohumlar əcib nöhət kimi bir şeylər deyərlər. Amma bu şeyə bənzəməz yəni. Fars şeirinə bənzəməz. Ya çox şeylər ki, mütəəssifanə mən də bu zəfidə çox zəfim var və bilmirəm. Bu ölçüdə şeir yazanlar əcəm ədəbiyyatını dərs alaraq öyrənirdilər. Diqqət buyurun, dəqiqən biz docuruq ha. Deyir ki, o Osmanlıcada şeir yazanlar, ozanlar filanlar əgər var imiş şeylər, deyir ki, onlar bu ölçüdə şeir yazanlar, yəni əruz ölçüsündəki fars dilindən alınıbdır. Əcəm ədəbiyyatını dərs alaraq, yəni gedirlər mədrəsədə onu oxurlar, Hafizi oxurlar, Sədini oxurlar, gedirlər Siriyə belə Təbrizdə, Ərdəbildə, Zəncanda, Qəzvində, Həmədanda ki, onlara hafiz də deyilir. Sonra o hafizi şeir aləminin yerlə Allahın arasında bir bağı bilirlər və onun əsasında şeir yazırlar. Bəs necə olur? Əcəm ədəbiyyatını dərs alaraq gedirlər, öyrəşirlər mədrəsədə, danışqaqda. Öyrənirdilər, o şeiri yazmağı öyrənirdilər. Məsələn, biri görürsən şeir yazır, aparır dostuna, dostlarına, tanıdıqlarına, bəzi cəmlərə, məsələn, ədəbiyyatçılara. Ağa, mən bu şeiri yazmışam, bir inayət, lütf inayət buyuraq, qılasız görəsiz ki, bu düzdür ya qələtdir. Oxuyur və onlar hərəsi nəzərin deyir. Burasında qafiyəsini belə eləsəydin, orada buranı belə eləsəydin, burada gözünə sürmə çəkсəydin, orada qaşına daraq atsaydın, burada bersəyin qıxsaydın. Görürsən ki, ondan bir şeir düzəldirlər. Aruz yönetməklə uygulayırdılar. Mən heç bilmirəm, aruz kəlməsi nə mənədir? Fikir edirəm ki, əruz olacaqdır. Bu səhv olubdur. Amma yazıb aruz, bilmirəm mənası. Aruz yönətəmi ilə uygulayırdılar. Aruzu bu da olacaqdır. Yəni, bu əruz şeirin, onun o qanun qaidələrin müdiriyyətlə, yəni, məsələn, gedirsiniz o Sirənin başı deyir ki, hə, belədir. Ya gedirsiniz o şeir cələsəsində bir nəfər ki, orada çox farsı şeirinə bağlıdır. Sizə hətta misal gətirir ki, məsələn, bu şeiri filan kəs belə deyibdir. Siz bunu, məsələn, burasını belə eləyin, qaşı olsun, beləsə deyin, göz olsun. Vururlar, çer elirlər türk millətinin. Uygulayırdılar, yəni onu işə tuturdular, işə alırdılar. Uygulamaq, yəni bir dana, məsələn, biz bu telefonu, fərz buyurun, kitab oxumağa uyguluruq. Ya, məsələn, münasib eliruq. Beləsi deyim, ərəbcə dedim hər halda. Uygulamaq, o işlətmağın bir şeyidir əslində. Uygulamaq, yəni işə almaq. Bu səbəblə əruz ölçüsü milli kültürümüzə girəmədi. Əgər bizdə bir 50 il bundan qabaq bu mərhələyə yetişsəydik ki, o farsların əruz qafiyələri filanları bizim şeirimizə getməsin, çox gözələrdi. Amma biz bevaxtda qalmışıq, çox gec qalmışıq. Bevaxt yox, çox gecə qalmışıq. Bu səbəblə əruz ölçüsü, əruzun qanun qaidələri milli kültürümüzə girəmədi. Türkiyədəki Osman dövründə yaşayan insanların milli kültürünə girməmişdi o qanun qaidələr. Əcəmlərdə isə, yəni əcəmlərin özündə, farsların özündə köylülər belə əruz şeirlər söylədilər. Deyir, hətta farsların kətdiləri belə buna adət eləyiblər.
bu sistemə və onlar o əruz vəznində ozan-ı şeir deyirlər farsça. Şeir vəznlərində şeir deyirlər. Bu səbəblə əruz ölçüsü İranın milli kültürünə aid deməkdir. Hətta deyir ki, bura yetişir ki, deyir ki, əruz ölçüsü o qanun qayda ki, şerazada qoyulubdur. Demək olar ki, İranın, demir İrandakı türklərin, İrandakı farsların, yox, İrandakı millətlərin hamısının milli kültürünə aid deməkdir. Onların milli kültürünə çevrilir. Təbii ki, farsların da əslində ərəblər buna getmirlər, xoş getməyiblər. Mən bir dəfə də bunu təkrar edeyim. Mənim nəzərimcə təhcə millətik ki, İranda sözü çox pisdir. Bunu deməyim, yəni orasını deməyim. Əvvəlisıdır, kilib sökülüb və sümürgələşmiş millət türk millətidir İranda. Azərbaycanlı türklərdir, xüsusilə. Yəni, türkəmənlər hala dillərin və kültürlərin qovuzuyublar. Milli dilləri və milli kültürlərin və milli mədəniyyətlərin qoruyub saxlayıblar. Yəni, onların bu günləri libasları, paltarları, geyimləri, rəsm rüsumu yerindədir. Ərəblərinki yerindədir. Yəni, ərəblər ərəbdir. Baxın, siz 10 nəfər qoyalar, radio, televizyonu gətirərlər, paltarlarına baxsaz, heç danışmasınlar. Bilirsən, o ərəbdir, o türkəməndir, o bəlutdur, o lordur, o kürddür. Bu ikisi, hangisi farsda, hangisi türk? Pəs bizim başımız çox. Niyə? Çünki o fars şeiri də biz mənimsəmişik. Onun qanun qaidələrini də mənimsəmişik. Və beləliklə, əruz ölçüsü İranın milli kültürünə, yəni hətta deyə bilirəm türklərin, mən fars demirəm sadəcə. Bilirsiniz ki, İrandan iradə məmulən farsdır. Hətta Türkiyədə %90 bilmirlər ki, İranın 75%'ı fars deyil. Hətta Türkiyədə bu gün bunu bilmirlər. Son zamanlarda yavaş-yavaş bilirlər ki, İranda da türk var. Amma deyirlər ki, məsələn, Türkiyədə olan kürdlər qədər məsələn. Yəni 3-4 şəhərdə Təbrizdir, çox olsa Ərdəbildir, Culfadır. Bunlar, yəni bunlardan ayrı düşünənmirlər ki, yox, orada məsələn 40 milyon türk var. Türkəmənlər var, Qəşqailər var, Xorasan türkləri var, Xəlic türkləri var. Bunları düşünənmirlər. Yurdumuzda bunlardan başqa yan-yana yaşayan 2 müzik var idi. Dili dedi. Osmanlının son dövrəsində. Deyir ki, yurdumuzda, toprağımızda, vətənimizdə. Vətənin türkcəsi yurtdur. Biz yurt deyirik. Bilirsiniz, bizim dilimizdə çox vaxt tığa çevrilir. Necə ki, x ya hı, ça ya qığa çevrilir bizim dilimizdə. Elə o cür də görürsünüz ki, burada yurd deyilir. Türkiyədə yurt deyirlər, tığla. Yurdumuzda, yəni vətənimizdə ərəb kəlmənin yerinədir. Fikrin farsların bu kəlməyə şeyləri yoxdur. Bunlardan başqa, yəni bu 2 dildən başqa ki, biri millət dilidir, milli dilidir, biri dövlət dilidir, rəsmi və yazmaq dili, yan-yana yaşayan 2 müzik var idi. 2 dənə də müzik bir-birinin dibində o zaman gedirdi. Cəlibdir, mən bu son zamanlarda bunu Google-də baxdım ki, əgər belə bir şey yazsaz, Osmanlı müziği ya musiqisi sizə bir gözəl musiqilər gətirir. Çox əcayib musiqidir. Və bu son zamanlarda mən filmlərdə bunları işləməyə başladıblar, seriallarda falan da. Bəli, vaqəən gözəl bir musiqilər o zaman yazıblar və çox gözəldir, mən sevirəm. Əyan musiqisi deyirlər güya. Bunlardan biri xalq arasında öz-özünə doğmuş olan türk müziği, digəri Farabi tərəfindən Bizansıdan çevirmə və axtarma yoluyla alınan Osmanlı müziğidir. Pəs, 2 cür müzik var. Bunlardan biri xalqın arasında, xalq ərəbcə sözdür, olur millət. O da ərəbcədir, təəssüflə. Hər halda, bunu hələf elən işlədək ki, mən bunun türkçəsini öyrənim. Xalq arasında
öz-özünə doğmuş. Öz-özünə bu müzik doğmuş. Yəni millətin arasında yavaş-yavaş sazı dıngıldadıb, ikincisi gəlibdi bunu biraz dəyişdirib, üçüncüsü biraz buna izafə edib, dördüncüsü biraz əlavə edib, beşincisi biraz artırıb, olub bir musiqi, məsələn, fərzən filan sayı. Məsələn, deyək ki, Araz Xan Araz. Məsələn deyirəm, misal verirəm. Yəni, birdən-birə belə bir musiqi bizim əlimizə gəlməyib. Hətta sazlar, məsələn, bu günlərin neçə dana bunların simləri var, o cürsü gəlməyib ki, birdən ilə düzəldəndə onu 8 simli, ya 6 simli, ya 5 simli düzəldələr. Yox, bu tədricən, yavaş-yavaş, mərhələ be mərhələ, zaman içində uşaq kimi yekəlib gəlib bugünkü o saz olub ki, bu günləri həm qopuz deyirik, həm saz deyirik, aşığımız onu basır bağrına və ondan danışır millətinə və insanların ruhu ilə, ehsası ilə, duyğusu ilə danışır. Hətta məntiqi ilə danışmır. Bunlardan biri xalq arasında öz-özünə doğmuş olan türk muziki. Bəs biri öz-özünə doğubdu, yəni üstə bir Fərhəngistan yoxdur, musiqi mərkəzi yoxdur. Deyək ki, bu günləri gedin, bir dana musiqi yaradın, gətirin, onlar gedələr, oturarlar, bir şey yazalar, onu hazırlayırlar, gətirirlər. Digəri, yəni o birisi musiqi, digər kəlməsi farscadır, gəlibdir, türkçəyə də giribdir. Farabi tərəfindən, Farabi ki, farslar çıxıblar özlərinə deyirlər bizim. Baxın, farsların bir dana əcib çox üssüzlükləri var. Çox farslar demişdən porru, üssüz, həyasız bir şeyləri var. Bunlar çox rahatca qeyri-türk olan insanların yazıların, millətçiliklərin, fikirlərin, düşüncələrin, fəlsəfələrin, musiqilərin, hər şeylərin öz adlarına çıxa bilirlər. Özlərin sərvətli qəni göstərmək üçün. O halda ki, biz türklər mütəəssifانə özümüzünkün də ayağından çəkirik, quyuluruq ki, görsənməsin. Bilmirəm deyə. Deyir ki, ikinci muziyi Farabi tərəfindən Bizansıdan. Bizans bilirsiniz, Rumun paytaxtıymış, ona görə Bizans deyir. Yəni Rumdan, ya Yunandan və hətta desək, Yunandan çevirmə. Yəni Farabi adında bir mütəxəssis, türk həm də, Farabdandır. Bu, fikir edirəm ki, Farab türk məntəqəsidir, dəqiq bilmirəm. Baxmaq lazımdır. Burada mən bəlkə səhv elərəm Farabinin haqqında, amma istərəm buna da bir baxım. Farab hardadır? Farabi haradadır? Man Farabi, Abu Nasr al-Farabi was a renowned early Islamic philosopher and a jurist who wrote in the fields of political philosophy, metaphysics, ethics, and logic. He was also a scientist or an oturaq. Born harda? Otrar, Şaymkent, Qəzzaqistan. Türkdür, bəli. Türkdür. Kəndinin adı Otrardır. Otrar. Şimkent ehtimalən şeydir. Qəzzaqistanda şəhərinin adıdır. Orada olurmuş. Ölməsi də ki 950-ci ildə ölübdür. Məsihi ildə. Bu da onun Farabi pəs türkdür. Farabi tərəfindən Yunan dilindən və kültüründən çevrilib və axtarma yolu ilə, axtarma yəni türkə girdirmək, türkün ya farsın ədəbiyyatına girdirmək, kültürünə əlbəttə, axtarma yolu ilə alınan, ələ gələn Osmanlı musikidir. Pəs Osmanlı musikinə oradan getirdiblər, yəni axtarıblar. Axmağın da tozif vermişəm da su axır, yəni çox bəzən təbii halda gəlir. Bu da istəyir ki, muziki axtarıblar, yəni təbii halətə çeviriblər Osmanlı dövründə. Türk dilinin Osmanlıcasına təbiilədiblər bunu. Türk muziki ilham ilə düzəlmiş, təqlid də dışarıdan alınmamışdır. Türk muziki o ki dedi öz-özünə xalq arasında təkvin tapıbdı,
qolqanad açıbdır, gəlib olub türk muziki. Bu deyir ki, ilham ilə düzəlmiş. Yenə də dedim, şairlərə, muzisyenlərə, ozanlara bu ilham olub. Mən indi istəyirəm bir yanıq kərəm çalam. Bu ona bir ilham gəlmiş. Mən bunu belə vursam belə çıxar. Ya istəyirəm Cəngiz Koroğlu çalam. Bunu belə vursam belə vurar. Ya onun oxumağının tərzi. Yəni bəzən o Cəngiz Koroğlunu, mən doğrusunu desək bunları çox bilmərəm. Onun üçün də bunlara çox getməyim. Mən muzik əhli deyiləm əslində. Çox muzikə də qulaq asmaram. Sevərəm, amma çox az qulaq asaram. Zamanım olmaz və bəzən də hər halda keçək ondan. Bu mən danışıcı olan dövründə, tələbə olan dövründə, öğrenci olan dövründə, baxın bir danışıcı farscadır, tələbə ərəbcədir, öğrenci olan dövründə danışgahdan mən bir təhqiq üçün Azərbaycana gəldim, ustadımız göndərdi və orada mən getdim o Hədi ruznaməsinin üstündə bir təhqiq eləyəm. Mərağıya yəni getdim. Mən Mərağədə bir dostumuza qonaq oldum. Bu dostumuz o zaman əcibə türkçü idi. Bəlkə ikinci mərhələ ki, mənim canıma türkçülüğü darışdırıbdı, o dostumuz olar. O dostumuz məndən bəlkə bir iki yaş ya çox olardı, ya az olardı. Elə indi də bəlkə məncən olar. Amma mücəssəməçi idi, musiqiçi idi, yazar idi, şair idi. Çox güclü şeir və bu məni apardı evinə dostumuz və bilmirəm dostlarımızdan kim onu mənə mərifə eləmişdi, tanıtdırmışdı. Mən getdim onun evinə. O Zerzəmidə yaşırdı öz evlərində. Anası atası üst təbəqədə yaşırdı, bu Zerzəmidə yaşırdı. O gecə yarısı mən orada bu rəhmətlik o şeyin Zehtabinin kitabını verdi mənə. Və getdi eşiyə, işi var idi. O gəlincə mən bu kitabı yedim. Yəni sürətlə oxudum və sonra da o gəldi mənə yanıq kərəm saldı və mən o gecə Azərbaycan musiqisi ilə, Azərbaycanın tarixi ilə o gecə bizim bu dostumuz demək olar yenidən məni tanış elədi. Mən özümü bəzi adamlara borçlu bilirəm. Biri də o dostumuz o gecə, bir gecə ki mənə bir fürsət yaratdı. O yanıq kərəmi istirdim deyəm. Yanıq kərəmi bu cür deyək ki, bir nəfər oturur deyək ki, hə, mən oturum burada bunu yaradım. Yox. O bir duyğu duyğulanıb, bir millətinin bir sözün deyəcək idi. Onun bir yeri, bir ehsasların, bir duyğuların barmaqlayacaq idi. O sazı alır qucağına və oradan bir şeylər çalır. Və o çaldıqda o millətin ruhunun damarları, tükləri biz durur və ağlamalı olsa ağladır, ayağa qalxmalı olsa qalxızır. O deyir ki, dəsturla, müdiriyyətlə deyil, o öz-özündən olar. Təqliddən dışarıdan alınmamışdır. Təqlidlə bu müzik alınmamışdır. Ancaq yönetimlə devam etmişdir. O Osmanlıya Bizansdan gələn, Yunandan gələn musiqi Farabinin vəsiləsi ilə tərcümə olur və zaman içində Osmanlının musiqi kültürünün içinə girir. O təqlid ilə dışarıdan alınmışdır. Dışarı yəni eşik. Xüsusən bizim vətənimizdən eşiyə deyirik dışarı. Əlbəttə birinə deyirik məsələn, çıx qapı, çıx evdən eşiyə deyirik ki, məsələn, dışarı çıx. Yəni, evdən eşiyə çıx. Ya, mənim yanımdan çıx, mənim otağımdan çıx eşiyə. Bu da aynı anlamda, yəni eşiyə çıxmaq. Bunlardan birincisi, yəni millət musiqisi, milli kültürümüzün ikincisi isə mədəniyyətimizin musiqidir. Diqqət buyurun, o mədəniyyət ilə şeyin mənasını deyirdi, ha, kültürün. İndi deyir ki, o muzik ki, millət içində, öz-özünə, zaman içində, ilham vəsiləsi ilə, yaradıcılıq vəsiləsi ilə gəlibdir. Ona nə deyir? Deyir ki, bu türk muziki ilham ilə düzəlmiş
təqlid də dışarıdan alınmamışdır. Osmanlı musiqisi isə təqlid aracılığı ilə alınmış və ancaq yönətmlə davam etdirilmişdir. Tamam, buracan dedik ki, təqlid aracılığı ilə, yəni vasitəsilə alınmış və ancaq yönətmlə, müdiriyyətlə davam etdirilmişdir. Yəni Osmanlılar bunu istəyiblər ki, insanlar, yəni Osmanlılar bunu davam etdiriblər, yəni pul veriblər, şairlər istihdam eləyiblər, müzisyenlər istihdam eləyiblər, belə gəlibdir. Çox da güclü bir musiqidir əlbəttə. Bunlardan birincisi, yəni o milli musiqi, milli kültürümüzün, diqqət buyurun, milli kültürümüzün aracılığı ilə milli kültürümüzün bir parçası, yəni İkinci musiqiçi dərbarda Osmanlıda yetişibdir, tərcümədən və təqliddən gəlibdir. Mədəniyyətimizin musiqidir. Mədəniyyətimizin musiqidir. Niyə? Çünki eləyə bilər, bu müzik Fransada da müştərək olsun, ayrı-ayrı. Çünki Yunanlıların da əslində. Biz ona görə də diqqət buyurun, bəzi şeylər insanlar diqqət eləyəndə görürsünüz ki, çox bir-birinə yaxındır. Məsələn, ərəblərlə yəhudilər dilləri çox yaxındır bir-birinə. Səslərinin tonajı da bir-birinə yaxındır. Yəni səsin o ağızdan çıxan yoğunluğu, nazikliyi belə bir-birinə çox yaxındır. Məsələn, o deyir səlam, bu deyir şalam. Yəni o qədər fərqi yoxdur. Bir çox şeylər, yəni bu cürsüdür. İndi biz də görürük musiqidə, məsələn görürsünüz ki, hətta İtalyan musiqisi ya Yunan musiqisi görürsünüz ki, Türk musiqisinə yaxındır. Hətta Erməninin musiqisi görürsünüz ki, Azərbaycan və Türk musiqisinə yaxındır. Bunlar da o şeylərdir ki, çünki dedik, milli kültür bir millətin özünə aiddir. Mədəniyyət bir millətdən fazla millətlərə aiddir. Onun üçün deyir ki, milli kültür, Türk musiqisi kültürü Türklərə aiddir. Amma o musiqi Yunandan gəlmədir, Yunanlılara da aiddir. Bəlkə o birisi millətlərə də aid ola bilər. Onun üçün o mədəniyyətdir. Bunları bizə İranda demədikləri üçün biz biraz bunlara zor bəlkə çəkirik. Mədəniyyət yönətmlə və təqlid aracılığı ilə bir millətdən digər millətə keçən qavramların və tekniklərin bütünüdür. Mədəniyyət nədən ibarətdir? Bir dəfə də tərif edir, çox gözəl tərif deyir burada. Mədəniyyət yönətmlə, yəni müdiriyyətlə və təqlid aracılığı ilə və təqlid vasitəsilə, iki dana bəs. Müdiriyyətlə və təqlid vasitəsilə, aracılığı ilə bir millətdən digər millətə keçər, yəni qavramların, mədəniyyət qavramlar, yəni düşüncələr, fikirlər, məfhumlar olar və tekniklərin və teknik, yəni məsələn bilirsiniz də güləşmənin bir tekniki var, fənni var. Biz fənni sadəcə teknolojide işlətmirdik türkcə. Deyirik ki, küştünün özünün bir güləşin özünün bir fənni fununu var. Bu da odur. Deyir ki, fənni vasitəsilə, teknik vasitəsilə bu müzikdə, məsələn, deyək gitar. Gitar türkün deyil, amma bu teknik vasitəsilə həm çalması teknikdir, həm sistemi, o dəstgahın özü bir şeydir. Bu millətdən o millətə keçir. Pəs, dostlar, milli kültürü bir dəfədə məna eləyək, deyir ki, milli mədəniyyət. Əvvəl deyək, mədəniyyət nədir? Mədəniyyət ibarətdir. Müdiriyyət və təqlid vasitəsilə bir millətdən ayrı millətə keçən qavramlar, fikirlər, düşüncə və tekniklərdən ibarətdir. Teknik dedik, həm teknoloji anlamında, həm də o teknolojinin işlətmək qanun qaidələri anlamında. Tamam. Milli kültür nədir? Milli kültür isə, yəni milli kültür də həm yönətmlə yapılamayan, həm də təqlidlə başqa millətlərdən alınmayan duygulardır. Kültür nədən ibarətdir? Milli kültür. Milli kültür ibarətdir. Əvvələn, müdiriyyət vasitəsilə, bir müdürün əmri ilə yapılmayan, düzəlməmiş bir şeydir. Kültür birincisi. İkincisi, həm də təqlidlə başqa millətlərdən alınmayan nə mənələrdir? Kültür duygudur, duygulardır.
Orada dedi nədir? İbarətdir mədəniyyət qavramlardan və texniklərdən. Burada deyir ki, milli kültür ibarətdir yönetimlə olmayan, təqlidlə gəlməyən millətlərdən, yəni başqa millətlərdən gəlməyən duyğulardır, ehsasat. O ehsas deyəndə əlimizi qoyarıq ürəyimizə. Ürəyimiz, qəlb dediyimiz bir şeyə biz türkçə ürək deyirik. Əgər səhv eləməsəm, çünki bəzən mən bu əndamlarımızın adını da düz bilmirəm. Türkçülüyüm o qəst zəifdir. Bu nədənlə Osmanlı muziki qurallardan düzəlmiş bir fən biçimində olduğu halda Türk muziki quralsız, yönətəmsiz, fənsiz melodilərdən, Türkün bağrından qopan səmimi nəğmələrdən ibarətdir. Gözəl bir tərif verir genə də. Deyir ki, bu nədənlə, yəni bu səbəblə, nədən səbəbin, illətin, dəlilin şeyidir, türkçəsidir. Osmanlı muziki nədən ibarətdir? Qurallardan, qanunlardan, qaidələrdən, fənnilərdən düzəlmiş bir fən biçimidir. Bir fənnidir. Fən bilirsiniz, biz çox işə də deyirik. Deyirik ki, məsələn, güləşçi fənni, yəni o güləşmək özü bir işdir, o işin püfləri var, qanunları var. Onun üçün burada ikisini də işlətdi. Bu nədənlə Osmanlı muziki qurallardan düzəlmiş, qanun qaidələri bir-birinin dibinə qoyub düzəlmiş bir fən biçimidir. Bir fən, bir qanun, bir teknoloji şəklində, teknoloji deməyək, bir fən elə deyək, fən, hünər hətta. Hünər biçimində olduğu halda, deyir, yəni bu belə bir şeydir. Bunlar qanunlar əsas, qanunları bir-birinin dibinə düzürlər, olur bir dənə musiqi. Ki siz o qanunu bilirsiniz də, dünya musiqisi indi elə bunun üstündə keçir. Hətta Güney Azərbaycanda da belə bizim özümüzün milli musiqimizi fənlədiblər. Yəni bizim uzmanlarımız və ozanlarımız bunların qanun qaidələrini yazıblar və insanlarımız onu örgəşmək kafir ki, bir ustad bunları örgədə, insanlar onları işə tutaraq aynısını yarada bilər və hətta ayrısını yarada bilər. Türk muziki, odur, pəs Osmanlı muziki. Türk muziki quralsız, yönətəmsiz, fənsiz melodilərdən. Deyir ki, Türkün muziki, yəni milli muzik, quralsız, qanunsuz, qural qanun ərəbcədir, farsçaya da giribdir, türkçəyə də giribdir. Amma qural onun türkçəsi. Quralsız, yəni qanunsuz, qaidəsiz, yönətəmsiz, müdiriyyətsiz, fənsiz, yəni qanun qaidəsiz yenə də. Melodilərdən. Melodini də ki, hamınız bilirsiniz, mən çox bilmirəm bu müzik məsələlərin səslərdən ehtimalən ibarətdir. Musiqi səslərinə melodi deyilir. Mən belə düşünürəm. Türkün bağrından. Bağır, yəni bu buradan aşağıdan. Buradan üstdən yox. Bağrım çatladı, yəni buramda bir şey, buram çatdır, yəni buradan aşağıda bir ürəyimə tərəf bir hissim var. Bağırdan, yəni buradan aşağı gələn o ürək tərəfindən qopan səmimi nəğmələrdən, yəni o sazı belə ki çalır, onu bir mühəndis kimi çalmır. Mühəndis saxtımanı bir şey üzündə düzəldir. Bir mekanik kimi bunu burun belə olacaq, yox. Bunu bir ürəkdən, bağırdan gələn səmimi nəğmələrdən ibarətdir. Halbuki Bizans muziki qaynağına çıxarsaq, bunu da əski Yunan kültürü içində görürük. Deyir, halbuki Bizansın, Yunanın paytaxtı, baş kəndi, türkçəsi paytaxt farscadır. Onun türkçəsi baş kəntidir. Kəntidə dünənləri söhbət edərdik. Baş kənd ya kənt. Çünki dedim bu tığınandı bir-birlərinə çevirirlər çox rahatca. Kəndli, kəntli beləsi olur. Kəndli deyirik, kənd deyirik. Kətli, kəndli, kənd. Kənd, kətli. Orada dı demirik, kətli deyirik. O istədim fəqət dıqla tığın bir-birinə çevirmə halı. Halbuki Bizans muziki qaynağına çıxarsaq, yəni onun əslinə, Bizans musiqisinin ya o Osmanlıca dövlət musiqisi var, onun deyir qaynağına, əslinə çıxsaq, geçsək onun dibinə, kökünə, bunu
da əski Yunan kültürü içində görürük. O musiqini əski, yəni geçmiş, köhnə demək olar əski Yunan kültürü içində görürük. Ədəbiyyatımızda da eyni ikiliklər var. Ədəbiyyatımızda da deyir, necə dilimizdə ikilik oldu, deyir ədəbiyyatımızda da eyni ikilik vardır. Türk ədəbiyyatı xalqın ata sözləri ilə bilimcə, masal və xalq qoşmaları, dastanlar, xalq cəngnamələri, mənkibələr, təkkələrin ilahiləri ilə nəfəslərindən, ilahi ilə nəfəslərindən xalqın güldürücü fikralarından və xalq tiyatrosundan ibarətdir. İndi ədəbiyyat nədədir? Diqqət buyurun, bunu da biz ədəbiyyatı İranda çox pis öyrədiblər bizə. Yəni, mən şəxsən özüm ədəbiyyatın mənasını bilmirdim Təbrizdə, İranda. Çünki İranda mən ədəbiyyat deyəndə, yəni, ibarətdir fars dili, fars dilinin qanun qaidələri, fars dilinin şeiri, fars dilinin şeirinin qanun qaidələri, fars dilinin, məsələn, romanı, hikayəsi, dastanı, dastan qutahı, şeiri, cədid, şeiri, no, şeiri, nə bilim, nə bunlardan ibarətdir. Ədəbiyyat bunlardan ibarətdir. Görün, burada nə deyir? Görək ki, dünyada ədəbiyyatı və xüsusən Türk dünyasında ədəbiyyatı necə məna edirlər. Deyirlər, ədəbiyyatımız da eyni ikiliklə vardır. Türk ədəbiyyatı xalqın ata sözləri ilə, yəni zərbül məsəllər məsələn, farsça deyilir və ərəbcə deyilir zərbül məsəl. Ata sözləri ilə bizim ata-babalardan sözlərimiz, ata-babalar və analarımızdan sözlərimiz gəlmiş. Bilməcə, tapbaca deyirik biz buna, bilməcə. Masal da ki, həman ərəbcədən gəlmədir, misaldır, nağıl deyilir, nağıl. Xalq qoşmalar vardır, bilirsiniz, məsələn, hər şeyə bir şey qoşurlar, məsələn, var. Bizim də bu son zamanlarda dostlarımızdan bir ikisi ərarvatdılar, biri gözəl qoşma qoşurlar. Xalq qoşmaları, dastanları əsasında, xalq cəngnamələri, bilmirəm niyə bunu cəngnamə işlədir, şahnamə əslində bu anlamda gəlir. Amma burada cəngnamə deyəndə Koroğlu məsələn, Şah İsmail, Osmanlı şahlarının savaşları. Bunlar olur cəngnamələr. Mənkibələr bizim Azərbaycanda o qət yoxdur. Yəni, qoymayıblər qala. Qədim bilirsiniz, bizim şeylərimiz var. Zorxana deyirdilər adına. Zorxana. Zorxanalarda insanlar bir şeylər oxurdular, dəmbil oynadırdılar filan. Onlar bir növ mənkəbə onlara demək olar. Mənkəbə əslində imamlara, zadlara, məsələn, mənim yadıma gəlir, biz uşaq idik, indi bu rəsmlər aradan gedib də Azərbaycanda. Məsələn, insanlar istədilər getdilər İmam Rizanın ziyarətinə, Qələdağdan. Görürdün ki, ona mənkəbə deyirdilər. Yəni, məsələn, özündə bir ahəngi var idi. Məsələn, mən indi onun ahəngi necür deyim, məsələn, yadımdadır, yəni, ahəngində görüm necür deyirdilər. Məsələn, deyirdi ki, Qarib İmam Rizamın ziyarətinə gedir. Məsələn deyirəm, buna yaxın bir havası var idi. Kətdən görərdiniz, məsələn, maşının ayağınacan indi harada bir oturpost deyərdilər. Oturpost getirir, oracan gedərdilər. Ya Məkkəyə gedənlərin, ziyarətə, hər halda uzaq yola ziyarətə gedənlərin mənkəbə oxunardı. Və o kəndin yaxında bir kətdə bir nəfər olardı ki, o yaxşı mənkəbələr oxuyardı. Gələrdi bu tür zamanlarda, pul da alardı ya bir şey də ona verərdilər, o gələrdi bunu oxuyardı, gedərdi və o göndərərdilər. İlahilər də şeylərdə olardı. Genə də bu da bizim var idi, dərvişlərin xangahlarında olardı. İlahilər Türkiyədə hala vardır, İranda bilmirəm var ya yox. Bəli, hər halda ilahilər də orada olardı. İlahilərlə nəfəslərindən, yəni belə bir insanların nəfəslərindən, xalqın güldürücü fikralarından, coç dediyimiz şeyə Türkiyədə fikra deyirlər.
xalqın güldürücü fikralarından, coş düzəltmələrindən görürsünüz, fikra nə gözəl sözdür. Fikra coşun yerinə. Fikra və xalq teatrosundan ibarət idir. Xalq teatrosu, teatro Avropadan gəlmə bir şeydir biz türklərə. Amma bizdə əcəba teatroya bənzər bir şey yox idi. Məsələn, görürdünüz ki, toydur. Xanımlar məclisi var, o kişilər məclisi var. Xanımların məclisində gördün, xanımların bir neçəsi bir oyunlar çıxadırlar. Bir iddə adamları yansılırlar. Bir iddə bir şey, yansılama hətta deyirdik biz bunlara. Məsələn, görürdünüz ki, bir gülməli bir hadisəni düzəldirlər və onu oynurlar iki nəfər. Məsələn, hətta ər-arvad olur, bir dənə xanım arvad olur, paltar geyilirdi, kişi paltarı, mən bunu gözümlə görmüşəm. Görürsünüz, bir xanım, xanımların içində uşaqları qoyardılar, 12 yaşdan yuxarı erkək oğlan qoymazdılar ora, erkəyi, fəqət xanımlar olardı. Görürdünüz ki, məsələn, bir xanım bığ qoydu özünə, indi ya kömürlə çəkirdilər çox vaxt, ya bir dana da böh qoydu başına, məsələn, bir adamı yansılayacaqlar. Onun məsələn, paltarına bənzər bir paltar geydi, o cür də bir səs çıxatmağa başladı, onun kimi yol yeriməyə başladı, bir dana da onun yanında arvadı var. İndi bunların arasında olan hadisələri oynurdular. Bu özü xalq teatrosu idi. Eynən macəra görürdünüz ki, meydanda bizim adamlarımız bu işi görürdülər. Nümunəsi məsələn soralarda görürsünüz ki, soralarda bu olur. Soralarda görürsünüz ki, Aşuranın o oyunların məsələn oynamağa çalışırlar. Əlbəttə indi etiqadlar azaldığı üçün məmulən bunları oynayanlar qədim zamanlarda o insanlar idi ki, doğru etiqada sahib idi və doğru müsəlman idi. İndi isə əraq içənlər, lotlar, arvadbazlar, uşaqbazlar, qumarbazlar, əyrilər, bunlar normalda bu rolları onlara verirlər və onlar da görürsünüz ki, nə İmam Hüseyn düşünürlər, nə Yazid düşünürlər. Yəni, adam görürsünüz ki, özün görsətmək üçün o macəranın, dramın gülmağa çevirdirlər. Ya bəzən gözə adam doçarxı ilə gedir məsələn. Bu son zamanlarda görürsünüz. Yəni bir tarixi hadisəni doçarxı ilə getməzlər qaydətən. Amma görürsünüz bu niyə? Çünki bu hadisə dinsizlərin əlinə keçibdir. İmansızların əlinə keçib. Hətta deməyim beləsi. Deyim ki, oğruların, əyrilərin əgər daha Türkiyə ləhcəsi ilə desək, Türkiyədə qəhbəliğin bir ayrı anlamı var, bizdə bir ayrı anlamı var. Türkiyədə, İranda qəhbə yəni fahişə. Türkiyədə qəhbə yəni bir adam ki, insanlıq usul və qanunlarına inanmır. Burada fərqimiz var. Bu kəlmədə görürsünüz ki, bir fərqi var. Hər halda, xalq teatrosundan murad bunlardır. Ya məsələ mənim yadıma gəlir, zəmi biçəndə, bu da ilahi namələrdən ola bilər. Görürsünüz ki, zəmi biçəndə hətta beləsi deyim, baxın, bizim məsələn Qəradağ, Şahsevənlər Səfəvilərin ən fədailəridirlər. Yəni, Səfəvi dövləti əslində Qəradağlıların, Şahsevənlərin boynunda quruldu. Onların fədakarlıqları əsasında quruldu. Siz bir belə şeylər ki, deyirlər, Səfəvilər bu işi görüblər, o işi görüblər, bunu gətiriblər, nə bilim, o ələmi gətiriblər, bu toğu gətiriblər, o, nə bilim, 40 parça ələm ki, Məsihiyyətin əlaməti, onun şəriəti bunları yıxır bizim başımıza. Siz Qaradağa gedin, Qaradağda xanımlar gələrdilər, baxardılar dəstələrə. Əvvələn, hər kəndin özünün bir dəstəsi olardı. Bir dənə, iki dənə olmazdı. Məcidin içində olardı. Məciddən eşiyə çıxmazdı. Məcid iki təbəqə tikilərdi. Üst təbəqə xanımlar, aşağı təbəqə erkəklər. Erkəklə kişinin arasında təbəqədən əlavə bir parça olardı. Qərə bir parça çəkilərdi ki, kişilər baxanda oranı görməsinlər. Onlar da baxanda buranı görməsinlər. İkinci, baxın, istəyirəm bunları. Üçüncü, kişilər əgər şəxsiy geçsəydilər,
qıblıya dönərdilər namaz qılan kimi. Dizləri üstündə oturardılar, şaxseyvaxsey gedərdilər. Şaxseyvaxsey getmək belə idi. İki əllərin qovzardılar, bəzən görərdiniz ki, iki dizlərinə vururlar, bəzən də məsələn sağ tərəfdən gətirib sol dizlərinə, sol tərəfdən əllərini gətirib sağ dizlərinə vurardılar. Belləri ikinci təbəqəyə tərəf olardı. Yəni oradan xanımlar baxsaydı, təşxis verənməzdilər ki, bu qərəciyən insanların hangisi ərləridir, hangisi qardaşlarıdır, hangisi məşuqələridir, nişanlısıdır. Bunlar bilinməzdi. Əgər qərar olsaydı, çıxalar məsciddən eşiyə, gecə qaranlıqda çıxardılar. Aşura günü nahar çağı çıxardılar. Normal buydu ki, sinə vurardılar. Çox şey olanda ikəlli sinə vurardılar. Sonralar zəncir gəldi. Mən zəncir gələn dövrünə şahid oldum. Zənciri vuranda yenə də sağa sola çönərdilər və bellərinə vurardılar. Da yaralasın yox idi. Sonralar bu, bizim kətdə bir dənə tuğ var idi. O tuğu da hər adam götürməzdi. O tuğun da məxsus adamı var idi. Məsələn, bizim kəndimizdə Eynal rəhmətlik var idi. Eynal götürərdi. Tuğ onda düşərdi. Nə cür coşardı, işimiz yox. Amma hər halda onda. Yəni, təhcə ələm iki var idi. Bir dənə əli idi, 5 barmaq. Bunun da arasında yazı olardı. Deyərlər, bu Əbəlfəzin əlidir. Nəinki Əbəlfəzin əlidir? Ha, yox. Bu Əbəlfəzin əlinə simbol idi. Bundan əlavə və zəncirdən əlavə heç zat yox idi. Xanımlar da əgər gəlsəydilər, məsələn, məscid qabağında bunlar bir şəxsiyə gedəcəklər, ya gedəcəklər nəzir yığalar, məsələn, dəstəni qonaq çağırıblar, çox yavaşca qabaqda gedənlər zəncir vurardılar, dalda gedənlər sinə vurardılar, xanımlar da damlar üstündə oturardılar, nəzir qoyanlar da nəzir qoyardılar, tutarardı şeylərdi. Yəni, Qərədağda, deyək ki, Muğanda, Qərədağda, Muğanda bizim o şeylər ki, Səfəvilərə nisbət verirlər və biz Səfəvilərin əsli qoşunu, hətta deyək, əsli mürəbbalarıydıq. Yəni, onlar bizi tərbiyyət eləmişlər, belə şiəliği onlar bizə gətirmişlər. Bizdə belə bir şiəliq var idi. Bunları ki, nə mənə görürsünüz, döhüldü, bunları biz hətta müsəlman bilməzdik. Yəni, biz o döhül çalınanda onu bir saz bilərdik. Döhül saza gələrdi. Zırna, balaban sazınçı idi. İndi görürük ki, bunlar gediblər, məsələn, gitar gətiriblər, qarman gətiriblər, nə gətiriblər, bunlar çalırlar, oynurlar, rəqsi var əslən. Bizim, məsələn, hətta, istəyirəm bunu deyəm, bunların heç birisi Kürkə və Səfəviyə aid deyil. Bunlar farslara aiddir. Farsların milli kültürüdür. Sasani dövründən qalmadı. Onları getiriblər bizim indi yıxırlar başımıza ki, bizi müsəlmançılıqda əzib özlərinə bənzədilər. Sürətlə gedim ki, bunu qurtulum. Ata sözləri doğrudan doğruya xalqın bilgicə, bilginin mənası hikmət, bilgi dolu. Bilgicə nə demək? Əvvələn hikmət, ikinci bilgi ilə dolu. Bilgicə sözləridir. Deyir, ata-babalarımızın sözü təcrübələrinin suyuydu, xülasəsiydi. Bir qıssa sözdə deyirdi. Məsələn, gecənin xeyrindən günüzün şərri yaxçıdır. Məsələn, çünki işıq yox idi, adamlar bilmirdilər nə var, nə yox və tanımırdılar nə var, nə yox və əgər hətta savaşsaydilər, belə bilmirdilər nə cür savaşırlar, kimi vururlar, nə cür vururlar, hardan vururlar. O halda ki, günüzün şərri gecənin toyundan yaxçıdır. Çünki siz günüz belə, hətta savaşsaz belə bilirsiniz ki, nə qədər getməlisən, nə qədər... Məsələn, bu həddə mən savaşa bilirəm, buradan izafə qətlə gedər. O halda ki, gecə bunları bilmirsən. Gecə qaranlıqdır. Hətta gecə, məsələn, mümkündür biri vura, birini öldürə, sala düşə bir ayrısının başına. Yəni, hətta o savaşların öz tərəfini öldürə, adamın öldürə, sala bunların başına. Bunlar çox görünübdür. Onun üçün bizim atalardan deyir, ata sözləri doğrudan doğruya, yəni düzgün və düzgün xalqın bilgicə, xalqın hikmət sözləridir. Bilgi ilə dolu sözləridir. Bilim
bilməcələri də yaradan xalqıdır. Bilməcələri, yəni tapmacaları. Bilmirsən, onu axtarırlar. Bilirsən, aşıqlarında bağlamacaları var idi. Orada da bilməcə var idi. Bilməcəni bağlama şeklində. Yəni, aşıq soruşurdu o birisindən, o birisi buna cavab verirdi. Bu da bizim milli kültürümüzün bir parçası idi. Bilməcələri də yaradan xalqıdır. Hətta tapmacalar da xalqı yaradırdı. Xalqı da dedik ki, xalqı çox biraz da solcu anlamı var millətin yerinə. Biraz solcu anlamı var. Kütlə türkcədə xalqın yerinə gəlir. Millət də ki, millət özüdür, oturur onun yerinə. Diqqət buyurun, tudə, xalq və kütlə. Bunların xasiyyəti nədir? Bunlara toplanan insan tanınmazlar. Və öz fərdi ruhiyyələrini əldən verərlər, bir kütlə ruhu alırlar. Məsələn, futbola gedənlər. Eşikdə məsələn deyə bilməz Mərcbər Xameneyi, Mərcbər filan kəs. Amma orada rahpimalıqda bir yerdə görürsən ki, deyir. Niyə? Çünki 100 min nəfərin içində itir. Eləyə bilər, sabahlar deyir, yox mən demədim. Bir də o ruh bunların hamısına hakim olur. Yəni o futbol ruhu bunların hamısını bir həyəcana gətirir. O həyəcan ruhudur. O ruh bəlkə evdə olmaz. Bəlkə toyda olmaz, bəlkə yasda olmaz, amma o orada olar fəqət. Hər halda davam verək və görək ki, hara gəldik. Xalq masalları da fərdilər tərəfindən düzəlməmişdir. Bir hətta hekayələr, dastan, masallar, bəzi məsələlər ki vururlar. Məsələn, deyərlər ki, misalda şey yoxdur. Bir dana misal deyərlər dalısıca. Bunları da deyir ki, fərdilər tərəfindən düzəlməmişdir. Bir fərd, birey. Fərd ərəbcədir, türkçəsi birey. Bireylər bunu düzəltməymişlər. Bunlar türkün mitolojik çağlarından başlayaraq gələnək yoluyla zamanımıza qədər gələn pəri masalları ilə dolu masallardılar. Masal görüsü burada nağıla getdi. Nağıllar, hekayələr. Deyir ki, bunlar, yəni o masallar türkün mitolojik çağlarından, ya əski çağlardan, mən özüm bilmirəm mitoloji nə mənədir. Bilirəm mitoloji, mif, yəni indi İranda deyirlər nə mənə, simbol. Bizim dədə-babalarımıza raizdir, mit deyirlər ingiliscə, mitolojikdə yəni onu tanımaq dövrləri, onu tanımağa çalışmaq dövrləri o çağlardan, zamanlardan, yəni çox minlər il, onlar min il öncədən başlayaraq, yəni başlanıb o zamandan, başlayaraq, yəni oradan başlanıb davamı var. Yəni indiyəcən davamı, 10 min il bundan qabaq başlanan bir şeyin hala davamı var. Gələnək yoluyla, gələnək yəni gəlir da, gələ-gələ. Yəni zamanın içində gələ-gələ, gələnək yoluyla və gələnək ha belə bilirsiniz, bir nəsildən bir nəslə köçürmə yoluyla, beləsi deyim. Yoluyla zamanımıza qədər gələn, bizim zamanımıza indiyə qədər gələn pəri masalları, məsələn cindən, şeyatından, pəridən, mələkdən, huridən, bunlardan nağılları deyir. Masalları ilə dev masallarımız, devlərin də masalları bunlardan ibarətdir. Nağıllar, yəni əslində deyir ki, o, məsələn, bizim özümüzün bölgəmizdə hal nənəsi var idi, məsələn, nağılı. Məsələn, bu bizim bölgəmizə, yəni Qaradağ millətinə, bilmirəm ayrı yerlərdə var idi, yox, amma bu Qaradağ millətinə aid özəl bir milli kültürdür, məsələn. Tamam. Dədə Qurqud kitabındakı masallardan ozandan ozana sözlü bir biçimdə yazılmış xalq masallarıdır. Deyir ki, Dədə Qurqud kitabındakı masallardan, yəni onlar da var. Dədə Qurqudun kitabında yazılan nağıllar, masallar, yəni nağıllar, hekayələr ozandan ozana, aşıqdan aşığa, qədim ozandan ozana, yəni deyim, hər kəsin özünün bir Türkiyədə çıraq deyirlər, bizdə şagird deyirdi. Hər kəs bir şagird götürərdi yanıncan. O zaman içində öyrənərdi və sonra aşıqlığa çıxardı, sonra ustalığa çıxardı. Onu deyir, uzandan uzana sözlü bir biçimdə sözlərə yazılmış xalq, sözlü bir biçimdə yazılmış xalq masallarıdır. Deyir, sözlü bir biçimdə gələrdi, sonra yazılmış, yazılıblar və xalq masalına çevrildilər.
Türk tarixində və etnografiyasındakı mitlər, lejandlar, əfsanələr də Türk ədəbiyyatının elemanlarıdırlar. Deyir ki, Türk tarixində və etnografiyasında, qabaqcında demişik, Avropayi dillərdən gəlmədi, Türkcəyə, yəni nəcad, soy, qrafiya, yəni yazmaq, yəni bir elmi ki, soya görə, etnisitiyə görə, etnisiti də, bunu farsda tərsib ediklərlə nəcad anlamında aşır, amma bilmirəm niyə indi onu şey eləmirlər. Mitlər, dedim, o qədim hekayələr ki, biz onları bəzən saxlamışıq. Mit deyilir ingilis dilində. Mən osturə fikir edirəm, bizim dilimizdə osturiyə çevrilibdir. Farscadan gəlmə bir sözdür, amma mit də Avropadan gəlmə sözdür. Lejandlar bilmirəm nədir. Əfsanələri bilirik ki, qeyri-vaqei bir şeylərdir, nağıllardır, uzundur əlbəttə. Türk ədəbiyyatının elemanlarıdır. Türk ədəbiyyatın dedik, qolların saydı, gördük ki, bir çox şeylərə ədəbiyyat deyirik. Elmanlar, yəni onun ədəbiyyatı düzəldən hissələrdir. Cəngnamələr və dini mənkəbələr də gəlincə. Deyir, cəngnamələr və dini mənkəbələr, dedim da, məsələn, Məkkəyə gedəndə oxunur, Furan, Kərbəliyə gedəndə, Məşədə gedəndə, gəlincə, bunlar xalq ədəbiyyatının İslamı dövrəsinə aid ürünlərdirlər. Deyir ki, bunlar da yenə də bir nəfərin əli ilə düzəlməyibdir. Xalq içində yavaş-yavaş düzəlibdir, amma bunlar xalq ədəbiyyatının İslami dövrəsində, İslam çağında, İslam gələndən sonra xalqa aid nə mənədir? Xalqın tərəfindən ürünlərdirlər. Yəni, xalq bunları tolid edib. Ürün, yəni məhsul, tolidat. Xalq şairlərinin və qoşamaları ilə, dastanları maniləri ilə türkləri də yuxarıda saydığımız əsərlər kimi türk xalqının səmimi əsərləridir. Xalq şairlərinin qoşmalarıyla dastanlar, bilirsiniz, bizim aşıqlarımız və şairlərimiz də onlar nağıl da deyərlər, nağıl da düzəldərlər, özlərindən hətta bir qısa bir şeyi bir böyük güclü nağıla çevirərlər və bu tariximizdə qalar. Məsələn, bunlardan biri fikrim Əmir Ərsəlan Rumidir, biri də Şikarnamədir, əgər iştibah eləməsəm. Bunu da sonra Aşıq Əbdiləli 1350 zamanlarından düzəltdi. Qoşmaları da aslanları manilərli ilə. Manilər, bilmirəm, işarədir mani dövrəsinə, ya nədir, onun mənasının manidən izafi bilmirəm. Türkləri də manilər bilirsiniz, bəlkə beləsi olar, işarə ya elə deyirlər ki, bu doğru sözə bənzəmir. Deyirlər ki, mani ağ parçaları, bezləri təxtələrə çəkərmiş, təxtənin üzünə çəkərmiş, ya divara çəkərmiş, onun üzündə nəqqaşlıq elərmiş fikrin, düşüncəsin. Və sonra insanlar bunu daşırarmışlar, yəni şagirdlər bunu daşıyarmışlar, maninin fikrin özləri ilə hər yerdə açarmışlar, bir divara astarmışlar və orada bunu nağıl kimi deyərmişlər. Bunu biz sonra Rüstəmi oxumaqlarda gördük ki, Şahnaməni beləsi oxurlar. Bəlkə ona işarə edələkdir manilər, çünki ola bilər bizdə pərdə üzərində belə bir işlər görürmüşük. Yuxarıda saydığımız əsərlər kimi türk xalqının səmimi əsərləridir. Bunlar da yönətəmlə, təqlidlə yapılmamışdır. Deyir, bunların heç birisi də müdiriyyətlə və təqlidlə yapılmamışdır. Aşıq Ömər, Dərdli, Karaca oğlanlar kimi şairlər xalqın sevgili şairləridir. Adını aparır ki, bu şairlər sevgili şairlərdə Aşıq Ömər idi, Dərdli adında bir aşıq imiş, Karaca oğlanlar adında bir neçə nəfər imiş, kimi şairlər, bunlar şair imişlər, xalqın sevgili şairləri imişlər. Təkkələrdə birər xalq məbədi olduğu üçün bunlarda da doğan ilahilər nəfəslərdə xalq ədəbiyyatına, bu nədənlə türk ədəbiyyatına aiddir.
Təkkələr dedim, bizlərdə bunlara təkkə demirlər, bunlara indi bu sirələr olan yerlər bilmirəm nə deyirlər, yadımdan çıxıbdır, bilirdim yəni. Sirələr olan yerlər, bir də bu xanqahlar. Bunlarda bizlərdə, Güney Azərbaycanda yəni, bunlarda ilahilərlə nəfəslərdə, yəni insanlar o oxuduqları Allah Allah çəkirdilər, şeirlər oxurdular, bunlara ilahilərə deyirlər, o nəfəslərdə. Burada bir gözəl söz deyir, təkkələr də birər, hərəsi bir, xalq məbədi olduğu üçün. Baxın, iki yerə bölünürdü. Bir şeylər var idi, İslamın idi. Mislinə mənə məscid İslamındır. Ziyarətgahlar, bunlar da İslama aid edirlər. Bir şeylər vardı, xalq düzətmişdi, xalq məbədi. Dedik, təkkələr, məsələn, deyək ki, bəzi evlərdə görürsünüz ki, siz sirə qurulur olar, ya dedim xanqahlar, bunlar xalq tərəfindən düzəldiblər, məscid də deyirlər. Xalq məbədi hesab olur. Məbəd nə demək? İbadətgah. Dedik ki, bunlara türkcə tapanaq deyilir. Hamısına. Onlar ki, Allah tərəfindən hala ibadət üçündür, onlara tapanaq deyilir. Xalq məbədi olduğu üçün bunlara doğan ilahilərə, nəfəslərdə xalq ədəbiyyatına, bu nədənlə türk ədəbiyyatına aiddir. Bunlar da deyir, hamısı türk ədəbiyyatına aiddirlər. Yunus Əmrə və Qayğısuz ilə Bəktəşi şairləri bu qrupa girər. Yusuf Əmrənin özü ki, bir dənə də buna gözəl bir şey oynayıblar, serial oynayıblar, dostlarımız istəsə baxarlar. Mavərə adında Yusuf Əmrənin, fikirlirəm ki, Yunus Əmrənin fikirlirəm hekayəsidir. Türk gözəl bir hekayədir. Yunus Əmrə və Qayğısuz da bir dənə belə arifdir, ilahinamələr yazıbdır. Diqqət buyursaz, məsələn, İranda bunlara Urəfa deyirlər. Ariflərin kitabları deyirlər. Bu, onlara işarə edir. İndi baş tapıram ki, çox bu tərəfə getdi. Yunus Əmrənin kitabları, şeirləri, Qayğısuzun kitabları, şeirləri, Bəktəşi şairləri. Bəktəşi şairləri də fikir eləməcə, istibah eləməsən, Yunus Əmrədən sonra gələnlər Bəktəşilərə gedibdir. Bəktəşilər bunu davam veriblər və nəsildən nəslə bu ailədə getdiyi üçün elə bunlara indi də Türkiyədə Bəktəşi deyirlər. Bu qrupa girərlər, yəni millət dastanlarına, indi türk xalq müziği, türk musiqi uzmanlarının əməyi ən yönətimli və qurallı müzik haline gəlmişdir. Azəril özü bir şey yazıbdır. Üstə yadınızda olsa dedik ki, mən də bir işarə elədim bura. Dedim ki, hətta türk müziği bu günləri Güney Azərbaycanda o saz müzikin bəzi ozanlarımız gəliblər, qanunlaşdırıblar. Yəni onlara bir şey yazıblar. Dil yazıblar. Evet, bunu da onu işarə edir. Aşağıda yazıb ki, indi türk xalq müziği, türk musiqi uzmanlarının əməyi yəni zəhməti ilə, çalışması ilə ən yönətəmli, yəni müdiriyyət olan bir müzik və qurallı, qanun qaidəli müzik halına gəlmişdi. Bu da o, əziz dostlar, 31-ci səhifədən qalsın. Əgər maraqlı olsaz, sonra bunu davam verərik. Sizdən xahiş edirəm ki, bunu dostlarınızla paylaşın, çalışın ki, kitab oxuyaq və kitab oxumağı bir kültürə çevirək, milli kültürə çevirək. Sağ olun, sağ qalın, sizin hamınızı Allaha tapşırıram, sağ və səlamət qalasınız.